Salamlayıram səni əziz ingilis sevər. Bildiyin üzrə ingilis dilində 16 zaman var. Gəl bugün bərabər bir cümlə götürək və həmin cümləni bütün zamanlarda işlədək. I write present simple indiki sadə zaman. I am writing present continuous indiki davam edici zaman. I have written present perfect indiki bitmiş zaman. I have been writing present perfect continuous indiki bitmiş davam edici zaman. I wrote past simple keçmiş sadə zaman. I was writing past continuous keçmiş davam edici zaman. I had written past perfect keçmiş bitmiş zaman. I had been writing past perfect continuous keçmiş bitmiş davam edici zaman. I will write future simple gələcək sadə zaman. I will be writing future continuous gələcək davam edici zaman. I will have written future perfect gələcək bitmiş zaman. I will have been writing future perfect continuous gələcək bitmiş davam edici zaman. I would have written past future perfect tense keçmişə nəzərən gələcək zaman. I would have been writing past future perfect continuous keçmişə nəzərən gələcək davam edici zaman. That's all, bugünlük bu qədər. Zamanları daha detallı şəkildə öyrənmək istəyirsinizsə, səhifəni izləməyi və dərslərə qoşulmağı unutmayın.